bir açılım eləyirik. Yaxın 3 gündə nə yenilik olacaq, nə bizi gözləyir, ondan bağlı bir açılım eləyəcəyəm. 3 kart çəkəcəyik. Yaxın 3 günün enerjisinə baxsaq, özünüzü biraz tənha və yaxud da çatışmamazlıq içində hiss edə bilərsiniz. Amma bu vəziyyət səni sındırmaq üçün yox, ayıltmaq üçündür. Qarşına çıxan mövzulara soyuqqanlı olmalısan, məntiqlə düşünməlisən, emosiyalara qapılmamalısan. Kimsə və nəsə səni asılı vəziyyətə salmağa, qorxu və istəklə yönləndirməyə çalışa bilər. Amma bil ki, seçim səndədir, yəni iplər sənin əlindədir. Sıxıntıdan çıxacaqsan, seçim səndədir, ağıllı qərarlar verəcəksən. Manipulyasiyalardan uzaq olacaqsan. Sınaq var, amma güc də səndədir. Özünü itirmə, nəzarəti ələ al. Çəkək. Yeni xəbərlər gözləyir sizi. Bu xəbər, yeni olan bir xəbər, şad bir xəbərdir. Yəni sizin ürəyinizcə olacaq. Ola bilsin ki, bu yeni xəbər sevdiyiniz birindən, sevgi məsələləri ilə biri, hər hansısa bir təkliflə bağlı ola bilər. Bu qədər mənim əzizlərim.